Tərəzi, sentyabrda ən çətin sualın yenə də eyni olacaq. Bunu seçim, yoxsa o birini seçim? Qərar vermək üçün bəzən püşk atmaq istəyəcəksən. Axı sən qərarsızsan. İş baxımından bu ay yeni əməkdaşlıqlar və maraqlı təkliflər gündəmə gələ bilər. Hər kəsi razı salmağa çalışma. Qərarlı olsan, həm rəhbərlərin, həm də həmkarların buna hörmət edəcək. Şəxsi həyatda deyə bilərəm ki, subaysansa, gözlənilməz bir tanışlıq ürəyini sürətlə döyündürə bilər. Bax, buna hazır olun subay tərəzilər. Amma münasibətdəsənsə, romantik sürprizlər münasibətlərinizə yeni nəfəs verəcək. Sadəcə incimişəm deyib susmaq əvəzinə hisslərini paylaş. Biraz açıq ol. Yəni ki, qarşında olan da səni anlaya bilsin. Deməli, pul, maddi vəziyyət sabitdir, amma gözəl görünən hər şeyə bunu da alım demə. Sentyabrın sonunda kartın sənə biraz sakit ol, bəsdir, əl çək mesajını göndərə bilər. Tövsiyə ondan ibarətdir ki, qərarsızlıq bəzən fürsətləri qaçırır. Bu ay ürəyini dinlə, amma son sözü məntiq desin. Yekunda da deyə bilərəm ki, tərəzi, sentyabrın şüarı odur ki, qərar ver, addım at və geriyə baxma. Yəni biraz ürəkli ol. Bəyəndinsə paylaş və növbəti bürc proqnozunu qaçırma.